Qafqaz Arenanın təşkilatçılığı ilə Qaraçöpdə 20 yanvar şəhidlərinin, xüsusən də Qaraçöplü şəhid Ələsgər Qayıbovun xatirəsinə həsr olunmuş kickboksun Vaku və Kabir növü üzrə yarış keçirilib. Yarışda ölkə üzrə müxtəlif bölgələrdən 8 yaşdan 18 yaşa dək 150-yə dək idmançı iştirak edib. 24 News xəbər portalına müsahibələri zamanı yarışın təşkilatçıları bildiriblər ki, yarışın əsas məqsədi həm şəhidlərin əziz xatirəsini yad edərək onları uca tutmaq, həm də gənclər arasında idmana marağın artırılması və onları idmana təşviq etməkdir. Hər kəs salamlayıram, mən Yağlar Məmmədov. Bildiyiniz kimi bugün Qafqaz Arenanın təşkilatçılığı ilə Qaraçöpdə idman yarışı keçirdik. Bu yarışa Gürcüstanın müxtəlif bölgələrindən idmançılar qatılıb. Bu yarışı 20 yanvar şəhidlərinin xatirəsi ilə bağlı keçirdik. Qaraçöpdən şəhid olan Qayıbov Ələsgər Yusufoğlu'nun adına bütün şəhidləri hörmətlə yad edirik. İnşallah artıq tariximizdə qanla yazılan günlər, həmrəylik dolu günlərlə yazılar. Mən İbrahim Qaraçöplü. Bildiyiniz kimi Qafqaz Arenanın təşkilatçılığı ilə bugün 20 yanvar şəhidlərin xatirəsinə Qaraçöpdə turnirimiz oldu və həmçinin də Ələsgər Qayıbovun xatirəsinə həsr elədi bu turniri. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün idmançılara da uğurlar arzulayıram. Yarışda iştirak edən idmançılar təşkilatçılara yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər və bu kimi yarışların davam etdirilməsinin çox mühüm olduğunu qeyd ediblər. Mən Eşqin Güliyev, Qabaldan qatılmışam bu döyüşə. 20 yanvar faciəsinə görə bu döyüşümüz həsr olundu və Əlimxan Daşdamirova döyüşlərək ona qalib gəldim. Əvvəla müəllimə çox təşəkkür edirəm ki, mən belə yarışlara iştirak elədim və belə yarışlara döyüşən hər bir idmançıya uğurlar arzu edirəm. Və mən bu döyüşə qələbə çalaraq başa çatdım və inanıram ki, daha böyük yarışlarda, daha böyük arenalarda Qabalın adı ilə döyüşəcəm və inanıram bu yarışa və inanıram bu təşkilatın baş verəcəyinə. Mən Amir Eybov, Qardabandan katılmışam bu döyüşə. Bu döyüş çox maraqlı keçdi və mən bu döyüşdə uğur qazandım. Kamil İsmailovu məğlub etdim. Döyüş üçün çox mu hazırlıq etdiniz? Bəli, 3-4 ay məşq elədik, hazır olduq, yaxşı məşq elədik. Mən Mişa Bəhərəmov. Bugün çox yaxşı yarış var idi. Müəllimimiz bizə hazırladı çox yaxşı. Oradan da müəllimə sağ ol deyəm ki, bizi belə hazırladı. Hər kəs salamlar olsun. Mən Zahir Hüseynov, 50 kilo çəkidə vuruşuram. Bugünkü yarış Qaraçöpdə oldu. 20 yanvar faciəsinə özəl vurur. Buradan müəllimimizə təşəkkürlərimi bildirəm. Bizim üçün əziyyət çəkib. Onun əziyyəti çox var üstümüzdə. Qeyd edək ki, yarışın sonunda qalib gələn idmançılara mükafatlar və sertifikatlar təqdim olunub.